Deməli, Azərbaycan 11-15-ci əsrlərdə mövzumuz budur. Göndərmişdim sualları. İndi izahlarına baxaq sizinlə bərabər. Balaca yaxınlaşdıraq. Birinci sualımız. Azərbaycan 11-ci əsr tarixi dövrü üçün səciyyəvidir. Azərbaycan 11-ci əsr tarixi dövrü üçün səciyyəvidir. Belə eləyim, yazmağa yerimiz çox qalsın. Deməli, 11-ci əsr. Sualımızın şərtini izah edirik. İlk dəfə olaraq Azərbaycanın torpaqlarının vahşicə birləşdirilməsi. Şərtlə bilir ki, Azərbaycanda yaranmış, deməli, bütün Azərbaycanı əhatə edən ilk dövlətimiz Sacı dövlətidir. Sacilər isə yaranmışdır 898-də, yəni 10-cu əsrdə. Daha sonra 9-cu əsrdə üzr istəyirəm. Çıxdıq bunu. Bizdən 11-ci əsr istəyir. Ölkə arasında Slavyanların qarşı yürüşlərin başlanması deyir. Başlaması 9-cu əsrin ikinci yarısındaydı. Sonra B-ni də çıxırıq. Ölkə ərazisində türk tayfalarının 3-cü axını. Bilirsiniz ki, bununla bağlı bir açıqlama verir. Azərbaycan türklərin 1-ci axını Kimmer, İskit saklardı. Eradan əvvəl 7-ci əsrdə. Sonra ikinci axınımız xalqların böyük köç zamanı 4-6-cı əsrlərdə. Həmin dövrdə kimlərdir? Hun tayfalardır. Üçüncü axınımız isə hansıdır? Əsrini burada veribdir. 11-ci əsrdə Səlcuqlar. Cavabımız budur. Doğru cavabımız. Əhalidən malcəhət vergisi daha sonraki dövrləri idi. Bəli. Qazan xan islahatları isə o da Hülakülər dövləti yarandıqdan sonra, yəni 13-cü əsrin sonlarında Qazan xanın islahatı həyata keçirməsi, hətta 14-cü əsrin əvvəllərdə deyə bilərik. Bizdən 11-ci əsr istəyirdi. İkinci sualımız. 15-ci əsr Azərbaycan dövlətlərinin idarəçilik sisteminə aid uyğunluq pozulmuşdur. Bəli, imtahana düşə biləcək sual mövzularından biridir. İdarəçilik sistemi. Bu mövzu hardadır? Qaraqoyunlu və Ağqoyunlu mövzuların izahından sonra ondan sonra yazılır idarə etmə forması. Sosial-iqtisadi vəziyyət. Hamısı ondan sonra başlayır. 15-ci əsrdə. Hökmdar, amma deyib pozulmuşdur şəhərdə. Uyğunluq deyil, pozulmuş istəyir bizdən. Hökmdar qeyri-məhdud hakimiyyətə malik idimi? Bəli. Dövlət idarəçiliyində ikinci şəxs əmir əl-ümara. Bu da düzdür. Qaraqoyunlu, Ağqoyunlu dövlətlərində belədir. Səfəvilər isə fərqli olacaq. Sədr Əzəm vəqf əmlakından gələn gəlirlər nəzarət edilmək doğrudur. Baş qazı Ali divana rəhbərlik edir. Bu kim idi? Baş vəzir idi. Ali divana rəhbərlik edirdi. Deməli, uyğunluq pozulmuşdur bu. Kənqaş qapalı məşvərətçi orqanıdırmı? Doğrudur. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində. Növbəti sualımız şəhidlə. 13-14-cü əsr Naxçıvan memarlığına aiddir. Buradakılar hamısı baxaq, Möminə xatunun qoşa minarə, Gürcüstan, Yüksel. Bunlar hamısı şahidlər. 13-14-cü əsr memarlıq abidəsidir. Daha doğrusu üzr istəyirəm, Naxçıvana aid memarlıq abidələrdir. Hamısı. Amma fərq nədir? Gülüstan türbəsi. Bu 13-14-ə aiddir. Gülüstan türbəsi. Möminə xatunun qoşa minarə, Darülmülk, Yusif Yüksel türbəsi isə 12-ci əsrdə memar əcəmiyə aiddir. Mühəndislər Şeyxi adlanan memar əcəmi. Və bununla bağlı bir ifadəni də deyim sizə. Gülüstan adı ilə bir türbəmiz var, bir də qala var. Gülüstan qalası. O isə 12-ci əsr Şamaxıdadır. Şirvan memarlığına aiddir. Qala 12-ci əsrdir, türbə 13-14-cü əsrlərdir. Azərbaycan Monqol işğal dövründə, ərəfə demir, işğal dövründə deyir. Sənətkarların zərurətdən yaranan mənəvi siyasi birliyi. Bəli, əxillik adlanan birlik qurmuşdular özlərini qorumaq üçün. Xronoloji ardıcılığı müəyyən edək. Şəddadi Musa İbn Fəzlin yerli qiyamçılara qarşı Slavyanlara köməyə çağırması.
Deməli, Şəddad Musa öz qardaşı Əsküyanın qiyamını yatırtmaq üçün Slavyanlardan kömək istəmişdi. 1030-da Şirvana yürüş edən Slavyanlardan. Söhbət gedir həmin dövrlərdə. Mərzban İbn Məhəmmədin Dərbəndlər keçirməsi şahidlə. Burada belə bir il yazacağım. Onu yəni orada fərqli cür başa düşməyin. 941 yazıram. Nəyə görə? Təxmini yazırıq bunu. Yəni 40-cı illər. Yəni il olsun deyə, sıralama bizə daha rahat olsun deyə əsrdən axtarmayaq. Mərzban Məhəmməd bilirsiniz 941-də Salar dövrünün əsasını qoydu. Ondan az sonra Şirvanşahlar dövlətini tabe etdi. Asıl hal saldı. Eyni zamanda Dərbənd hakimliyi ələ keçirilmiş oldu. Ona görə təxmin sıralama illəri daha rahat düzə bilmək üçün. Yəni 10-cu əsrin 40-cı illər deyə bilərik. Yusif Nəbi etməsi. Bu bilirsiniz ki 912-ci ilə aiddir. Didqori döyüşündə Səlcuqluların məğlub olması 1121. Didqori döyüşü Səlcuqlularla Gürcülər arasında baş vermişdir. Xronji ardıcılığı düzsək 3-2-1-4. Bəli. 9-11-ci əsrdə İlcə və yaxud da Hami torpaqları. İlcə, yəni himayə edilən deməkdir. 9-11-ci əsrlərdə ərəb feodallarına sığınan, bəli, ərəb feodallarına sığınan kəndlilərin torpaqları idi. Yəni ərəblərin hakimiyyəti, himayəsinə keçən torpaqlar. Nəyə görə? Çünki demişik 91 keçən dərsdə dedik, Azərbaycanda feodal dağınıqlığı və ya da siyasi dağınıqlıq dövrüdür və həmin dövrdə bu dağınıqlıqdan özünü qorumaq üçün bəzi kəndlərimiz həmin dövr üçün daha güclü olan ərəb feodallarına sığınırdılar. Borc mülkiyyətindən keçən torpaqlı. Sadəcə cümləni biraz fərqli formada ifadə edibdir, amma eyni bu ifadə orada özünü tapmışdı. Yəni ərəblərin himayəsinə keçən torpaqlarımızdır. Şirvanşahlar və Eldənizlər dövrü üçün oxşar cəhətimiz. Baxaq, düzdür deyilmi sualı? Bəli. Şirvanşahlar və Eldənizlər dövrü üçün oxşar cəhətimiz. Tarixlərə ümumi cəhət. 11-ci əsrdə paytaxtın yeni şəhərə köçürülməsi. 1192-də. Aha. Daha doğrusu 11-ci əsr deyir, hə? 1000-ci illərdə. Keçdik. 1192 12-ci əsrdir. Əsrini yazdıq, baxdıq ki, başqa bir şey soruşur. Çıxdıq bunu. Elxanilər, burada deməli belədir, şahidlər. Qoy açıqlamasını verək bunu. 1192 Şirvanşahlar dövlətindədir. 1175-də də Eldənizlər dövlətindədir. Məhəmməd Can Pəhləvan köçürmüşdü. Deməli, Naxçıvandan Həmədana. Amma bizdən 11-ci əsr soruşur. Elxanilər dövlətindən asılı halda olması. Elxanilər hülakülərdir. Hülakülərin yaranması isə hülakülərin yaranması, yenə səhv yazdıq. 1258. Hülakülər. Yenə biraz böyüdüm bunları. Rəqəmlər yaxşı oxunmursa biraz ekranı böyüdüm. Daha rahat yazaq. Cormoğanla Monqol dəstələrin hücumlarına məruz qalması. Cormoğanla şahidlər bilirsiniz ki, Monqolların ikinci yürüşünə rəhbərlik edirdi. Yəni 1231-39. Bizdən isə 11 nə soruşur? Şirvanşah Eldənizlər soruşur. Eldənizlərin süqutu isə Eldəniz süqutu 1225-dir. Yəni bu dövrdə C-ni də çıxdıq B-ni də. İraq Səlcuq sultanlığı ilə mübarizə aparmışdı. Baxaq görək İraq Səlcuq Şirvanşahlarda varmı? İraq Səlcuq sultanlığı. Aha, deməli, belə bir hadisə var idi. Xatırlayırsınızsa, İraq Səlcuq hökmdarı Sultan Mahmud 1123-də yürüş eləyir Şirvanşahlara. 1123-də. Və Şirvanşah hökmdarı 3-cü Mənüçöhr. O nə eləmişdi? Etiraz eləmişdi, ona tabi olmamışdı. Bu hadisə var. Bir də İraq Səlcuq sultanlığı ilə Eldənizlərin döyüşünə bax. Məsələn, 1100, çoxdur orada döyüş, amma əsaslarından biri 1190 Həmədan yaxınında döyüşdü. Qızıl Arslanın hakimiyyət dövründə. Oxşar cəhətdir, bəli. Çox incəliyinə gedibdir.
Diqqətli olmaq lazım idi bu sualda. Çətin sualdır. Eldənizlərlə bağlı sual düşmə ehtimalı böyükdür. Ona görə diqqətli olmaq lazımdır. 12-ci əsrin 20-ci illər Səlcuq sultanlığından Səlcuqların asılılığının azad olması, Səlcuqların azad olması 20-ci illərdə. Bunu Şirvanşahlardan deyə bilərik bəlkə, amma Eldənizlərdən deyə bilmərik. Çünki Eldənizlərin yaranması 1136-dır. Yəni 12-ci əsrin 30-cu illərdə, 20-ci illərdə Eldənizlər hələ də yoxdur. Cavabımız Y variantı. Baxaq burada. Biraz böyüdüm, belə daha yaxşı olsun. Məlumatlar verilməyən döyüşü müəyyən edək. Sualımız budur. Baxın, itən bir şey olmadı ki. Yox. Məlumat verilməyən döyüşü müəyyən edək. Eləyək. Qaraqoyunlu İskəndər məğlub edildi. Qaraqoyunlu İskəndər məğlub edilmişdi. Hansı döyüşdə? İskəndər bilirsiniz ki, 1421 Alaşkert döyüşündə məğlub edilmişdi. Qaraqoyunlu İskəndər. Bu var. Qaraqoyunlular tərəfindən əsir alındı. Bəli. Bu da bizim Kür döyüşümüz idi. 1412. Yenə də illərini də yazaq ki, ondan yoldaşlarımız varsa bir daha xatırlatmamış olsun. Cəlalilər dövlətinin varlığına son qoyulması Əsəd yaxınlığında döyüş idi. 1410. Bunu da çıxdıq. Sonra nə deyir bizə? Azərbaycan Teymur ağalının son qoyulması, bu da bildiyimiz 1408 Sərdurud yaxınlığında döyüşdü. Qaraqoyunlu tayfa ittifaqı rəhbəri Qarı Yusif və Teymurilər. Əmir Teymurun oğlu Miranşah orada öldürülür həmin döyüşdə. Sərdurud döyüşünə çıxdıq. Cavabımız qaldı Bağdad döyüşü. Bunun da ilini qeyd edirik. 1394. 94-cü ildə kimlər arasındaydı? Deməli, Qarı Yusif, müttəfiqi Cəlaliri Sultan Əhməd və Əmir Teymur arasında. Əmir Teymur da qalib gəlmişdi. 9-cu suala baxırıq. Uyğunluq pozulmuşdur. 9-11-ci əsrlər Azərbaycanda ən geniş yayılmış torpaq mülkiyyət forması idi mülk torpaqları. Mülk feodalların şəxsi torpaqları idi. Bizdən pozulmuşdur deyir, düzdürmü? Səhv variantı axtaracağıq biz. Monqollar Azərbaycanın 3-cü yürüşündə meydana gəldi. 3-cü yürüşümüz 1256-dır. Onun nəticəsində 58-də yaranmışdı 5-ci Monqolus, yəni Hülakülər dövləti yaranmışdı. Bu da doğrudur. Şirvanşahlar Cəlalirlər dövlətinə tabe edilmişdi. Bəli. 1367-ci ildə Şirvanşah Çavuz ibn Keyqubat asılı hala salınmışdır. Bu da doğru variantdır. Cəlaliri Şeyx Üveysin dövründə. Xatırladaq, bunu da deyək. Cəlaliri Şeyx Üveys deyərkən şahidlər bunu da nəzərdə çatdırım. Azərbaycanda 14-cü əsrdə, Azərbaycan tarixində 2 dəfə islahatlar olubdu. Bir Qazanxandır, ikincisi Cəlaliri Şeyx Üveysdir. 14-ün ilk yarısında, birinci yarısında Qazanxan islahatlardır. 14-cü əsrin ikinci yarısında Şeyx Üveysdir. Bunlar ortaq cəhətlərdir, bu şəxsiyyətlərdir. Sonra D variantda deyir. Şəki hakimliyi idarə edirdi. Oyraq sülaləsi 14-cü əsrdən etibarən doğrudur. Yəni Hülakülərin zəifləməsindən sonra Oyraq sülaləsi hakimiyyətə gəlmişdir. Sonraki dövrlərdə Seydi Əli, Seydi Əhməd adlarını çəkmişdir Şəki hakimliklərində. Bu da düzdür. Azərbaycan əhalisinin tamğa bac vergisi almağa başlamışdır. 13-cü əsr Monqollar dövründən başlayır. 13-cü əsr Monqol. Burada isə bizə verib nə? Teymur işğalı nəticəsində xeyr. Cavabımız Y variantı. Xəritə. Xəritəyə baxmaq üçün bunun hamısını görmək lazımdır. Deməli şagirdlər, bizdən nə istəyir? Deyir ki, xəritə və cədvələ aid uyğunluğu müəyyən edək. Şəhərlərimizə baxırıq əvvəlcə. Şəhərlərimiz xəritələri xahiş edirəm, diqqətli olaq. Burada tanıdığım, bildiyim şagirdlər də var, digər tanımadığım yoldaşlarımız da var.
Xəritə mütləq ki, vacibdir. 2-3 sualımız mütləq buradan gəlir. Və soruşacaqsınız, necə öyrənək? Axı çətindir. Bu formada işləyə-işləyə öyrənəcək. 1. Şamaxı demişdik. 2. Sırayla gedək. Gəncə şəhəridir. Şəhərdə yenə deyirəm, bax bu Kür çayıdır. Kür çayını görürsünüz, axın istiqaməti aşağısında Gəncədir. Aşağı düşsə, bu istiqamət burada olsa, burada olacaq Bərdə şəhəri. Yəni, qırılıb aşağı düşən yerində Bərdədir. Yuxarısında olsa Gəncədir. O formada ayıra bilərsiniz. Sonra 3. Bu ərazidə Ərdəbil şəhəri idi. 4 demişdik. Urmiya gölünü görürsünüz. Baxın, Urmiya gölüdür, Göyçə gölüdür. Burada Van gölüdür. Urmiya gölü ətrafında. Burada aşağıda olsa marağı olacaqdı. Yuxarıda Təbrizdir, Təbrizdən sağda da Ərdəbildir. Kim qaldı? 4 qaldı. 4 Təbriz şəhəridir, 5 Bakı şəhəridir. Baxaq, 1-ci, 3-cü, 5. 3-5 haradır? Ərdəbil və Bakı. 11-ci əsrdə məscidlər inşa edilmişdi. 9-11-ci əsrlərdir. Bəli, İslam ölkələridir. İslam dövlətləridir. Burada yaşayan dövlətlər. Və burada da məscidlərin inşası normaldır. 1-ci, 3-cü şəhərlərimiz bir anı. 1 Şamaxıdır, 3 Ərdəbildir. 10-cu əsrin birinci yarısında paytaxt şəhərə çevrilməsi. Baxaq, Şamaxı. Şamaxı 918-də Əbu Tahir tərəfindən paytaxta çevrilmişdi, bu doğrudur. Ərdəbil isə 10-cu əsrin birinci yarısında paytaxta çevrilməsi. Ərdəbil, bu dövrdə kim var? Hansı dövlət var? Sacilər dövləti var. Sacilər dövlətinin ilk paytaxtı Marağa idi 898-də. Daha sonra isə 10-cu əsrin əvvəllərində paytaxtımız olmuşdur Ərdəbil şəhəri. Bu da doğrudur. 11-ci əsr Slavyanın dağcı yürüşünə məruz qalmışdı. Şahidlər 2 ilə 4-ü verir bizə. 2-4. Bir xatırlatma eləyim sizə. Slavyanlar əsasən Dərbənd keçidi vasitəsilə və bir də Xəzər vasitəsilə gəliblər. Və onların əsas hücum istiqaməti baxın bu ərazidir. Şimal Azərbaycandır. Onlar cənuba daxil olmayıblar. Cənub buradır. Araz çayını gördük. Bu formada işarə edirəm. Cənubi Azərbaycan buradır. Onların cənubi yürüşləri yoxdur. 2-5, 14, 13-14-cü müdafiə qalaları inşa edilmişdir. 2 Gəncə idi. 5 isə Bakıdır. Bakıda var. Mərdəkanın dairəvi Ramana qalaları var. 13-14-cü memarlıq abidələrindəndir. Amma Gəncədə 13-14-də xüsusi bir ifadəmiz yoxdur. Xüsusi bir memarlıq abidəmiz yoxdur o dövrdə. Cavabımız 1 ilə 2. Xəritədə həm xəritəni öyrənmiş oldu, həm də memarlıq abidələrinin yerlərini. 15-ci ikinci yarısı, ikinci 10 illiyi, aha, diqqətli olmaq lazım, 10 illiyi. Yəni 1410-dan 20-yə qədər olan dövr istəyir. 1400-1410 birinci 10 illikdir. 1410-1420 ikinci 10 illiyə aiddir. Şirvanşah 1-ci İbrahimə aid xüsusiyyət nədir? Həmin dövrdə böyük ehtimal ki, bu dövrlərdə Şirvanşahların 1412-də Qaraqoyunlara tabiçiliyi var. Ta neçəyə qədər? 17-yə qədər İbrahim. İbrahimdən sonra oğlu Xəlilullah gəldikdən sonra Şahruxla, Teymur Şahruxla yaxınlaşır və Qaraqoyunun tabiliyindən çıxır. Ona görə Terek döyüşü dayanırıq. Niyə? Çünki 1395-dir Terek döyüşü. Axırını heç oxumuruq, bizə maraqlı deyil. Terek döyüşü 14-cü əsrdir. Azərbaycanı Şirvanşahlar dövlətinin tərkibində birləşməyə nail oldu. Bunun şahidi qısa bir müddət ərzində 1406-cı ildə bir neçə aylıq müddətində birləşdirmişdi. O da 14-cü əsrin birinci 10 illiyinə düşür. Qaraqoyun dövlətinin asılı düşmüşdü. Bəli, yazdıq burada 1412 Kür döyüşündə onlardan asılı olaraq dövləti idarə edirdi. Əlincə qalası müdafiə Cəlalilərə kömək göndərmişdi. Yox. Deməli, Azərbaycanın şimalında müttəfiqləri ilə birlikdə Teymuri hakimiyyətinə son qoydu. Bunu 1-ci İbrahim etməmişdi. Bunu eləyən kim idi? Qara Yusif eləmişdi. Azərbaycanın mən səhv oxudum variantı. Şimalında deyir. Şimalda, bu 1405-ci ildir. Kür yaxınında döyüşdə Teymuru Ömərin qoşunlarını məğlub edir və onları Azərbaycan şimalından çıxardır. Bunu soruşulmuş bizdən. 1405-ci ildə bu da 1-ci 10 illikdir. Cavabımız qaldı C variantı. Hər tərəfli göstərməyə çalışdım. Sonra Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində
Müharibə ərəfəsində vilayətlərdən qoşun toplayırdı. İnanmıram ki, belə bir sual gələr imtahana düşər. İnanmıram. Yenə də çünki orada daha vacib olan bir şeylər var. İndi digər suallarda qarşımıza çıxmalıdır. Bunlar şahidlər nədir? Təvaçi adlanan bir qrupdur. Əskər sayını müəyyən etmək üçün olan şəxslərdir. Sonra 13-cü sual. Azərbaycanın 13-cü əsrin ikinci yarısı, 14-cü birinci yarısı tarixi dövr üçün ümumi cəhəti soruşur bizdən. 13-cü əsrin ikinci yarısı, 14-cü birinci yarısı. Həmin dövrə baxaq, kimlərin dövrüdür? Yenə də sualın açıqlanması, izah olunması bizə çox köməklik eləyir. Həmin dövr şahidləri Hülakülər dövrüdür Azərbaycanda. Hülakülər dövrü, yaxud da Elxanilər dövrüdür. Dövlətlərin hərbi köçə yanında soyurqal dayanırıq. Niyə? Çünki dövrü müəyyən etmişik, soyurqalı burada çıxardırıq. Çünki soyurqal 15-ci əsr Qaraqoyundan başlayır. Atabəylər dayandıq. 13-cü əsrin ikinci yarısı. Atabəylərin süqutu 1225-dir. Bizdən 13-cü ikinci yarısını soruşur. Atabəylər dövləti yoxdur. Çıxırıq. Ölkə ərzində Qızıl Ordu hərbi qüvvələrin hücuma məruz qalması ola bilər. Niyə görə? Çünki Hülakü dövləti yarandıqdan sonra Azərbaycanı Hülakülər güzəşt etmək istəmirlər Qızıl Ordu. Çingiz xan vəsiyyətinə görə iddia edirdilər ki, bizə düşəcək. Qızıl Ordu belə deyirdi. Yürüşləri var. 14-cü əsrin birinci yarısı varmı? Qızıl Ordu kim var? Canıbəyin yürüşü var. Ondan əvvəl də Canıbəy ikinci yarısındadır. Ondan əvvəl Özbək var. Qızıl Ordu hökmdarı Özbək. Hansı ki Qızıl Ordu dövlətində həm türkləşmə başa çatmışdı Özbəyin dövründə. Türkləşmə başa çatmışdı Özbək xanın dövründə. Düzdür. Baxaq. Yürüş eləyibmi? Bəli. Qızıl Ordu hökmdarı Azərbaycan Hülakündə Əbu Səidlə döyüşü var. Əbu Səidlə döyüşü vardı. Gəlmişdi. Yürüşə məruz qalmışıqmı? Qalıbdı, bəli. Mərkəzi Əsmə qarşı Məzdəkilər, lap əvvələ getdi. Sasanilər dövrünə aiddir Məzdəkilər. 481-529. Bunu da çıxırıq. Teymurilər imperiyasının tərkibində olması. Teymurilər imperiyasının. Şahidlər, Teymurilər Azərbaycanın yürüşü başlayıb 1386-da başlayıbdı. 1381-ci yürüş, yəni 3 illik yürüşü. Və 1408-ə qədər Azərbaycan Teymurlərin tərkibində qalıb, Sərdurlu döyüşünə qədər. Amma bizdən nə soruşur? 1386 14-cü əsr yarısında bu ifadəmizdə səhvdir. 14-cü suala baxırıq. Azərbaycan tarixinə aid Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edək. 14-cü sualdır. Əhalinin tamğı vergisinin alınması. Aha, diqqətli olaq. Başlaması demir. Başlaması desə, Monqollar dövrünü götürüb 13-cü əsr yazarıq. Amma alınması deyirsə, burada diqqətli oluruq. Tamğa vergisinin ləğvi 1565-dədir, birinci Təhmasib tərəfindən. Demək ki, 13-cü əsrdən başlayan bu vergi 13, 14, 15-ci hamısında var. Bu ortaq cəhətdir, əzizlərim. 3-cü Fəribürs Şirvanşah Xarəzmşahlara tabi oldu. Xarəzmşah Cəlaləddin 1227-də Şirvanşahları özünə tabi etmişdi. 27-25 yazıram. 25-də. Bu neçənci əsrdir? 1327. Haradadır? 13-cü əsr. B. B burada. Təbrizin Şirvanşahlar tərəfindən ələ keçirilməsi. Təbriz. Neçənci ildədir bu? Biraz əvvəl dedik. 1-ci İbrahim 1406-da tutdu. 15-ci əsr. C burada. Qızıl Ordu hökmdarı Canıbəyin Azərbaycana yürüşü. Canıbəyin Azərbaycana yürüşü 1357 və gəldi Azərbaycanda olan dövlətə nə etmişdi? Son qoymuşdu. 14-cü əsrdir burada. Əlişah məscidinin inşa edilməsi. Əlişah məscidi şahidi 14-cü əsrə aiddir. Y də buradadır. Deməli, qaldı nə? Oldu nə? 1B, 2D, Y, 3C, 4A. Yəni
C variantı. 15-ci əsr, daha sonra 15-ci sual. Oxşar xüsusiyyətlərin doğru verildiyi variantı müəyyən edək. Oxşar xüsusiyyətlərin doğru verildiyi variant. Yəni uyğunluğu istəyir bizdən. Şirvanşah sazilər 10-cu əsrdə Bakı şəhərinin əsas liman mərkəzi kimi istifadə edilməsi. 10-cu əsrdə. Bu 15-ci əsrə qədər olubdur, amma Şirvanşah sazilər oxşar cəhəti deyil. Sazilərdə deyil. Səlcuqlular və Hülakülər Azərbaycanda yerli dövlətlərə son qoymuşdu. Səlcuqlar Azərbaycanda yerli dövlətlərə son qoyublar. Kimlərə? Rəvvadilərə və Şəddadilərə son qoyublar. Onlar. Hülakülərdə isə belə bir vəziyyətimiz yoxdur. Məlikşah və Qazanxan ticarət sahəsi islahatda keçiriblər. Bəli. Məlikşah da tacirlər bəzi rüsumları azad eləmişdi. Qazanxanın ticarət sahəsində islahatı var. Hülakülər mövzusunda oxumuşuz. Qazanxan mövzusu və islahatları imtahan suallarından biridir. Ona görə diqqətli oxuyuruq bu mövzuları. Qazanxan islahatlarının xüsusilə də. Cavabımız C variantı. O birilər niyə olmaz? 6-7-ci əsrdə Albaniya əhalisindən cizyə adlanan vergi alınırdı. Şəhidlər, cizyə ərəblər dövründədir və 7-ci əsrdən başlayır. 6-cı əsrə aid deyil. Eldənizlər və sacilər Dərbənd sədinin təmin edilməsi bu sacilərə aid bir məsələmiz idi. Cavabımız qaldı C variantı. Növbəti sual. İdarə etmə 14-15-ci əsrdə yenə deyirəm, təkrar edirsiniz. Qaraqoyunlu Ağqoyun dövlətinin idarə edilməsi mövzusuna. Baş vəzir və sədr-əzəm. Dövlət idarəsində ikinci şəxs Əmir Əl-Ümara idi. Baş vəzir deyil. Dövlət gəlir və maliyyə işlərinə baxırdı mı? Bəli. Ali divan rəhbərlik edir, doğrudur. Sədr-əzəm. Vilayətlərdə məhkəmə dini işlərinə baxırdı. Xeyr, bu qazıdır. Vəqf əmlakı dini işləri rəhbərlik edir, bu doğrudur. Şahın möhürdarı hesab olunurdu mu? Xeyr, bu baş vəzirdir. Deməli, 1BC, 2B. Varmı cavab? Var. B variantı. Azərbaycan 15-ci əsrin ikinci yarısında 150-dən 1500-ə qədər olan dövr istəyir bizdən. Deməli, 18-ci sualda Ərdəbil hakimi ilə Ağqoyunlu dövləti arasında döyüşlərin baş verməsi. Ərdəbil hakimi ilə Ağqoyunlu dövləti arasında. O hansı döyüşdür? 1488. Şahdağ yaxınlığında döyüşdü. Şahdağ döyüşü. Düzdürmü? Bəli. Cahanşah Teymuru Şahruxdan Asur dövləti idarə edirdi. Nə vaxta qədər? 1447-yə kimi. İkinci yarısına düşün, birinci yarısıdır. Kəndlilərin uluc və azadlara bölünməsi. Bu 9-11-ci əsrə aiddir. Ərəblərin dövründədir. Həmin dövr 9-11-ci əsrlərdə yəni. 9-11-ci əsrdir. Bizə nə soruşur? 15-ci əsr soruşur. Şirvanşahlar dövründə Kəsranilər sülaləsi hakimiyyətdə idi. Əzizlərim, Kəsranilər sülaləsi 1027-də başlayıb 1382-yə qədər davam edib 14-cü əsrə qədər. Son nümayəndəsi Huşəng olmuşdu. Hansı ki, onu da deyim sizə, Muğanı özünə tabi etmişdi. Muğan. Huşəng. Və bu da ikinci bir dövlətimizdir. Birinci Rəvvadilər idi Muğanı tabi edən, ikincisi Şirvanşah Huşəngdir. Sonra Ağqoyunlu dövlətinin ikinci qolu süqut eləməsi, bu da 1503 Almabulağı döyüşü idi. Yəni 16-cı əsr düşür. Bizdən 15 istəyirdi. Cavabı qoyduq A variantı. Xəritə sualımıza baxırıq. Nə istəyir bizdən? Xəritə üzərində işarələnmiş şəhərlərin ortaq cəhətlərindən deyil. A. Mütləq axır qədər oxuyuruq. Görək bizdən nə istəyir? 1. Şamaxı idi. 2. Bakı idi. Bunların da ortaq cəhəti nə ola bilər? Amma deyildir. Hə.
12-ci əsrdə paytaxt şəhərlər idimi? Şamaxı. Nə vaxta qədər? 1192-yə qədər Şamaxı paytaxt. 92-ci zəlzələ oradan sonra köçdü Bakıya. 12-ci əsrdə düşürmü? Düşür. Monqolların hücumlarına qarşı mübarizə aparmışdılar. Bəli. Demək olar, bütün şəhərlərimizdə olub bu. Elxanilər dövlət dövründə türbələr. Şahidlər, burada bir məsələ var. Türbələr daha çox Naxçıvan istiqamətindədir. Və bu tərəflərdədir. 13-cü əsrdə. Naxçıvan var, Qarabağ və digər ərazilərdə var. Ona görə Şamaxıda və Bakıda elə o dövrdə türbəmiz yoxdur o qədər. Bu istiqamətdə daha çox. Ortaq cəhətlərdən deyil, budur. Şirvanşah dövlətinin ərazisi idi, bəli. Kürdən şimaldakı bu ərazilər hamısı Şirvanşahların ərazisidir. Təxminən biraz ola bilər, xətti səhv çəkə bilərəm. 14-cü əsrin əvvəllərində Hülakülər dövlətinin tərkibində idimi? 14-cü əsrin əvvəllərində. 14-cü əvvəllərində, yəni 1300-lərdə, bəli, Hülakülərin tərkibində, düzdür. Aid olmayan cəhətimiz nədir? C variantıdır. 20. İnşası Hülakülər dövlətinin dövrünə uyğun gəlməyən memarlıq abidəsi. Ərç qalası 14-cü əsr var. Hülakülər nə vaxtdır? 1258-1357. Yəni 13-14-cü əsrlərdə bunlar. Ərç qalası 14-cü əsrdir. Bərdə türbə. Sağlam. 14-cü əsr. Olcaydı Məhəmməd Xudabərdin türbəsi, o da 14-cü əsrdir. Qeysəriyyə bazarı. Bu 15-ci əsrə aiddir. 15-ci əsrə Ağqoyun dövlətinə aiddir bu. Uzun Həsənə aiddir. Gülüstan türbəsi demişdim biraz əvvəl, türbə. O da 13-14-cü əsrdə memarlıq abidəmizdir. Naxçıvanda yerləşir. Cavabımız oldu B variantı. Növbəti suala keçək. 21. O Gürcülər ittifaq yaradaraq Şirvanşahların Səlcuqların asılılığına son qoymuş Sultan Mahmudun Şirvana hücumlarının qarşısını almağı bacarmışdı. Şirvanşahların Səlcuqların asılılığına son qoymuş. Mahmudun Şirvana hücumlarının qarşısını almağı bacarmışdı. Söhbət gedir kimdən? 3-cü Mənikəhördən gedir söhbət. Bizdən nə soruşur? Birinci Axistan həmin dövrdə. Aksitan, bir də 3-cü Mənikəhör. Hökmdardan fərqli olaraq birinci Axistan. Bizə birinci Axistan lazımdır. Görək nə edeyim? Slavyanlarla mübarizə aparıbmı? Slavyanlarla. Bəli, əlbəttə ki, həm deməli, hətta belə bir hadisə demişdik sizə. 1173-də Slavyanlar yürüş eləyərkən Gürcülər bizə kömək eləmişdi. Sonradan 75-də biz Gürcülərə kömək eləmişdik hakimiyyət çevrilişinin qarşısını almaq üçün. Bunu götürdük. Xarəzmşahlarla dostluq münasibətləri yaratmağa çalışmışdırmı? Birinci Axistan, bəli. Bu da var. 12-ci əsrin ikinci yarısında hakimiyyətdə olması Mənkördən fərqli olaraq deyir. Mənkörün hakimiyyəti 1160-a qədər davam edibdir. 1160-a qədər. Axistan ondan sonradır. Deməli, burada oxşar cəhətdir. Fərqli cəhət deyil. Hakimiyyətin möhkəmliyinin məqsədi yaxınları iqta paylamışdır. İqta onsuz da digər hökmdarlarda da var. Eldənizlərin hücumlarına məruz qalmışdırmı? Bəli. Eldəniz hökmdarı Qızıl Arslan. Qızıl Arslan dövründə Şirvanşahlar yenidən asılı hala salınmışdı. Şirvanşahları tabi edən Eldəniz hökmdarları bir Şəmsəddin Eldəniz idi 1160-da. Elə birinci Axsitanı hakimiyyətə gətirmişdi 1160-da. Çünki Tamar çeviriş eləməyə çalışdı, amma Eldəniz buna imkan vermədi. Daha sonra Eldənizlərin
qarşılığında İsrail Axistan müstəqil olmuşdu. Qızıl Arslan onu yenidən neyləmişdi? Tabe etmişdi. Bu da doğru variantımızdır. 1, 2, 5 baxaq varmı? Var. 22. Azərbaycan Ərəb ağalığı dövrü və Monqol ağalığı dövründə Ərəblər və Monqollar xidmət müqabilində iqta torpaqlarının verilməsi. Baxaq, Ərəblərdə varmı? Var. Onsuz da onlarda yaranıb iqta. Monqollarda varmı iqta? Var. Qazan xanın dövründə iqta torpaqları paylanması torpaq islahatında bu oxşar cəhətdir. Azərbaycanın şimalında Rabat adlanan hərbi məskənlər bu ərəblərə aiddir, bilirsiniz. Keçən dəfə də soruşmuşduq, danışmışdıq bunu. Kəndlilərin torpağı təhkim edilməsi haqqında fərman verməsi 1303-cü ildə Qazan xana aiddir. Monqollar dövrü C də getdi bura. Sonra kilsənin vergilərdən azad edilməsi bu kimə aiddir? Ərəb ağalığı dövründə bəli, kilsə vergilərdən azad edilmişdi. Sonra əhalinin istehsal edilən məhsula görə malcəhət vergisinin alınması şahidlər. Daha sonraki dövrlərdədir. Yəni Qaraqoyunlu və Ağqoyun dövlətinə düşəcək onlar. Buna görə də yeni neyinirsiniz? Heç birinə aid deyil. Bizə Ərəb və Monqol ağalı dövrü istəyir. Heç birinə aid deyil. 1 B-dır, 2 C, 3 A. Aha, C variantı. 23-cü sualımız şagirdlər. Ağqoyunlu dövləti 15-ci əsrin 80-ci illərinin sonlarında. Bax, həm 80-ci illər istəyir, həm də sonlarında istəyir bizdən. Yəni 88, 89, təxminən bu vaxtlarda. Şəməsi döyüşü 1394 idi. Daha doğrusu 1400 istəyirəm. 1494-dür. 90-cı illərə aiddir, bunu çıxırıq. Hakimiyyət uğrunda mübarizənin yeni mərhələsi olacaqdır. Yeni mərhələsi artıq 15-ci əsrin sonundadır. Bu, Gödək Əhmədin ölümündən sonra 1496. Gödək Əhməd hakimiyyət gəldi, 7-də öldürülür. 96-da gəlir, Naxçıvan döyüşündən sonra 7-də öldürüldü bir neçə aylıq hakimiyyətdən sonra və bundan sonra nəvələr arasında mübarizə davam edir. Bu da 90-cı illərdə çıxırsınız. Şirvanşahlarla hərbi ittifaqda idi. Bu hansı hadisədir? Baxaq. Şirvanşahlarla Ağqoyunluların bu dövr ittifaqı 1488 var. Şahdağ döyüşü var. Şahdağ döyüşü. Ağqoyunlularla Şirvanşahlar. Ağqoyunlularda Yaqub padşahdır. Şirvanşahlarda isə Fərrux Yasardır. Ərdəbil hakimi Şeyx Heydərə qarşı mübarizə aparıb onu öldürmüşdülər. Aiddir. Rüstəm Mirzə Ərdəbili işğal etdi. 94 Şəməsi döyüşdən sonra malcəhət vergisi azaldıldı miqdarı. O da ki, Gödək Əhmədin dövrünə düşəcək. Yəni 90-cı illərdədir vergilərlə bağlı azalma. Cavabımız C variantı. 24-cü suala keçirik. Hansı sualda aydın olmayan bir şey olarsa mütləq soruşun. Baxaq, 24 yoxsa 23? 23-ü dedik. Aha, 24. Qaraqoyun dövləti Ağqoyun dövlətindən fərqli olaraq. Şahidlər, bu suallarda yenə də sizdən istəyim. Sualı diqqətlə oxuyun. Görün sizdən nəyi soruşur, kimi soruşur. Qaraqoyunlu dövləti Ağqoyunludan fərqli olaraq. Yəni kim? Qaraqoyunlular. Bəzən bunu belə oxuyub götürüb Ağqoyunlu xüsusiyyətlərini yazanlar da olur. Bizdən Qaraqoyunlu'nun cəhətlərini istəyir. Ordunun əsasını xasis əsgərlər təşkil etdi. Bu hər ikisində. Dövlət idarəsində 3-cü yeri sədrəzəm tuturdu mu? Bəli. Bizdən oxşa yox, fərqli cəhət istəyəcək. Fatih II. Mehmedlə dostluq əlaqələri. Bunu bir mənalı olaraq belə yadda saxlayırıq. Qaraqoyunlu ilə Osmanlılar arasında düşmənçilik yoxdur. Onlar dostdular. Keçdik. Kəndlərdən suvarma suyunun istifadə bəhrə hər ikisində var. Sudan istifadə. Səfəvilər tərəfindən varlığına son qoyulması bu Ağqoyunlu dövlətinə aiddir. Bizdən isə Qaraqoyunlu istəyirdi. Yerində çıxdıq. Monqolların Cənubi Qafqaza ikinci yürüşü ərəfəsində, aha, sevdiyim suallardan biri, ərəfə sözü gəldi ortaya. İkinci yürüşü 1231-39 və ərəfəsində deyir. Yəni şahidlər 31-dən əvvəl istəyir. 31-dən əvvəlki dövrü istəyir bizdən. Yadda qalarmı?
Ərəfə, yəni daha əvvəl istəyir. Həmin zaman deyil, həmin dövr deyil. Onu səhv yazan yoldaşlarımız var. Ərəfəsində yaza bilər, sual verə bilər sizə. Monqol xaqan canişinləri tərəfindən idarə olunurdu. Bu 39-dan sonra baş verəcək. 39-56 Monqol canişinləri tərəfindən idarə olunurdu. Bu nəyə aiddir bilirsinizmi? Hülakilərin yürüş ərəfəsinə aiddir. Yəni 3-cü yürüş ərəfəsinə aiddir bu. Deməli 56-da 3-cü yürüşə başlayırlar. Həmin ərəfədə Monqollar tərəfindən idarə olunurdu. Arazdan cənub ərazilərdə Şirvanşahlar dövləti mövcuddur. Arazdan cənubda. Şirvanşahlar hardadır şahidlər? Şimalda idi. Demişdik, Şirvanşah Şəddadi. 2 dənə Şır şimaldadırlar bunlar. Xarəzmşahlar tərəfindən işğal edilmişdir. Azərbaycan, Cənubi Qafqaz ərazisi. Xarəzmşah Cəlaləddin yürüşünə vaxt idi. 1225-31. Düşürmü həmin dövrə? Düşür, bəli. Cavab budur. Eldəzə dövlətinin paytaxtı Təbriz şəhəri idi. 1231. Bundan əvvəl, yəni axı Eldənizlər 1225-də vəfat nə idi? Süqut eləmişdi. Bir də onların paytaxtı Təbriz, daha doğrusu bizə verilən hissədə yoxdur, amma testlərdə soruşulur. Bunu da bağlı gəlibsə bunu da deyim. Təbriz Eldənizlərin paytaxtlarından biri olubdur. Toplumun testində bunu doğru cavab olaraq götürür bizə. Deməli, bunu da çıxdıq. Eldənizlər 1325-də süqut edibdir. 1331, 30, 28, 27 yəni bütün dövrlərə aiddir. Eldənizlər yoxdur onda. Marağa Asunqurlar tərəfindən idarə edilirmi? Yox. 2-ci yürüş ərəfəsində yox. Marağa artıq 1227-də Marağaya son qoymuşlar. Xarəzmşah Cəlaləddin son qoymuşdu 1227-də. Artıq həmin dövrdə Monqolların 2-ci yürüş ərəfəsində bunlar yoxdur. Cavabımız C variantı. Növbəti sualımız. Şirvanşahlar dövlətini idarə etmiş sülalələrə aid hadisələrin uyğunluğu müəyyən edək. Eləyək də. Bunu belə yazım qıraq da. 1, 2, 3. Belə yazaq ki, hərfləri sığışdıra bilək. Paytaxtın Şamaxıya köçürülməsi 918. 918. Aiddir məziyyətlərə. Məziyyətlərin hakimiyyəti 861-dən başlayır, 1027-yə qədər davam edəcək məziyyətlər. 27-də Kəsranilər başlayır, nə vaxta qədər? 1382-yə qədər, Dərbəndilər gələnə qədər. Şirvanşahların Səlcuq hakimiyyətə tabe edilməsi 1066-da. Kimdir? 1027-də sonra Kəsranilərdir. B getdi bura. B getdi bura. Sarı adasına yürüş edən Slavyanların məğlub edilməsi. Abbasqulun 909-dur, Sarı adası 910-dur. 910, hələ də kimin dövründəyik? Məziyyətlərin dövründəyik. C buradadır. 1-ə AC. Sonra Səfəvi yoxlayıram mı? Bəli. Səfəvi dövlətinin asılı hala düşməsi. Şirvanşahlar Səfəvinin asılı halı olublar. 1-ci İsmailin dövründə, yəni Şah İsmailin dövründə. 1501-dən sonra, dövlət yarandıqdan sonra o da düşür Dərbəndilər sülaləsinə. Deməli, D getdi hara? 3-ə. Getdi. Məhəmməd ibn Yezid öz iqamətgahını, bəli, iqamətgah deyir, paytaxt demir. Gəncəyə köçməsi 859. Şahidlər, həmin dövrdə Şirvanşahlar dövləti yox idi. Dövlət deyildi orada. Nə idi? Əmirli idi, məziyyədə əmirli. Ona görə, əzizlərim, Y variantı heç birinə aid deyil. 1AC, 2B, 3D. 1AC, 2B, 3D. Bəli. 27-ci sual. O Dərbəndilər sülaləsinin ilk nümayəndəsi idi. Söhbət 1-ci İbrahimdən gedir. Yadelli hökmranlığını qorumaqda böyük rol oynamışdı. Həmin dövrdə bilirsiniz ki, ölkəyə həm Qızıl Ordu, həm də Əmir Teymur, yəni Teymurlər yürüş edirdilər. Burada yazılır Qızıl Ordu və Əmir Teymur. Qorudu. Osmanlı və Qızıl Orduya qarşı Əmir Teymur müttəfiqinə çevrilmişdi. Bəli. Hansı döyüş? 1395 Terek döyüşü, 1402 Ankara döyüşlərində 1-ci İbrahim iştirak eləmişdi. Mətndə göstərilen hökmdarlarla
hökümdarla üzr istəyirəm, yəni 1-ci İbrahimlə. Qaraqoyunlu Cahanşahın oxşar cəhətləri nədir? 1-ci İbrahim və Cahanşah. Oxşar cəhətləri nədir? Bir müddət Teymurilər dövlətində asılı halda olubdumu? Bəli, 1-ci İbrahim Teymurların asılılığını qəbul etdi. Bəs Cahanşah? Cahanşah, bəli. Şahruxdan asılı olaraq dövləti idarə edib 1447-ci ilə qədər. 15-ci əsrdə hakimiyyətdə olubmu? Bəli, hər ikisi 1400 neçənci illərdəsə hakimiyyətdədir. Yəni 15-ci əsrə düşür dövr olaraq. Sonra İsfahan və Əcəm İraqın dövlətin arasına qatmış bu Cahanşaha aiddir. Bunu çıxırsınız. Teymurilər dövlətində çəkişmələrdən istifadə edərək hərbi qüvvələrini məğlub eləmişdi. 1405-də İbrahimdir. 1458-də. Bu isə Cahanşahdır. Hətta 59-da Herat müqaviləsini bağlayıb geri qayıtmışdı. Oğlanları üsyan qaldırdığı üçün. Sonra Ağqoyunlu feodal hakimliyi ilə mübarizə aparmışdı. Söhbət kimdən gedir? Ağqoyunlu feodal hakimliyi ilə. Cahanşah aparıbdı. Feodal hakimliyi yox, bəyliyi ilə. Bəyliyi ilə mübarizə aparmışdı. Buna görə də bunu çıxırsınız. 1, 2, 4 doğru cavabımızdır. 28-ci suala baxırıq əzizlərim. Qızıl Ordu xanlarının hücumları nəticələ bağlı deyil. Qızıl Ordunun hücumları ilə nəticələ bağlı deyil. Elxanilər dövlətinin varlığına son qoyulması 1357-də. Bu aiddir. Bizə isə aid olmayan soruşur. Aid deyildir. Təbrizin işğal edilməsi. Bəli, Təbrizi ələ keçirmişdilər onlar gələrkən. Çobanilər sülaləsinin hakimiyyətinin bərpa edilməsi. Bərpa etmək deyil, varlığına son qoymuşlar. Bu arada bunu da xatırladım. Testlərdə bəzən çaşdırıcı sual olaraq verir ki, Azərbaycanda Çobanilər dövlətinin varlığına son qoymuşlar. Şəhidlə bilirsiniz ki, Çobanilər dövləti yoxdur. Onlar Hülakülər adından dövlət idarə edən bir sülalə olublar. Şirvanşahlar hökmdarlarının müstəqil daxili siyasət yürütmək səlahiyyətindən məhrum edilməsi. Qızıl Ordu belə bir şey eləməyibdi. Çünki Hülakülər zəifləndən sonra Şirvanşahlar müstəqil olmuşlar yenidən. Bir müddət Azərbaycanda hakimiyyəti ələ keçirməsi. Bəli. Gəldi, yüksəldi, tutdular, varlığına son qoydular Hülakülərin. Azərbaycanda qaldı Canibəyli oğlu Bərdi bəy. Daha sonra isə atasının ölümünə görə buradan tərk elədi, çıxdı, getdi məcbur qalaraq. Bunu da biz çıxırıq. Bizə nə deyir? Aid olmayan cəhət istəyirdi. 3-dən 4. 29-cu sualda baxırıq. Azərbaycan Sasani Ağalı dövründən fərqli olaraq ərəblərin hakimiyyət dövrünü istəyir bizdən. Şayət bu ərəblərin hakimiyyət dövrü hara getsəniz, gəlsəniz yenə də böyük ehtimalda 199 suallarımızdan biri olaraq qarşımıza çıxır qəbulda. Əhali siyahıya alındı, vergilər artırıldı. Sasanilər dövründə də var bu. Vergilərin artırılması, siyahıya alınma. Vergilərin artırılması, siyahıya alınma bizdən fərqli cəhət istəyir. Kimin fərqli cəhətini? Ərəblərin dövrünü istəyir bizdən. Çıxırıq. Şimaldan gələn hücumlara qarşı müdafiə tədbirlərinin güclənməsi. Bəli, Sasanilər dövründə Dərbənd səddini inşa eləmişdilər. Ərəblər dövründə də Dərbəndi möhkəmləndirmək üçün tədbir görmüşlər. Hətta orada Şəhriyyə ilə müqavilə bağlamışdılar ki, siz şimaldan gələn hücumlara bizi qoruyun. Biz də buna görə sizi vergidən azad eləmişdik. Keçən dərsimizdə bunları demişdik. Xəzərlərin hücumuna qarşı mübarizə aparmışdılar. Sasanilər dövründə də yəni 629-30 Sasanilər dövründə də var. Deməli, Ərəblər dövründə də var. Ərəblər dövründə də ki, Bələncər döyüşləri 643-53 sonra da 722 Bələncər döyüşlərimiz var. Bunlar yəni fərqli cəhət deyil. Hər ikisi mübarizə aparıblar. Ərazi inzibati olaraq mahal və məntəqələrə bölünürdü. Mahal məntəqələrə bölünən ərəblərin dövründür. Bəli, biz ərəblər istəyir. Bu doğrudur. Can vergisi hərbi xidmət etməyən qeyri-müsəlman kişilərdən alınırdı. Bəli, bu da kitabda olan eyni cümlədir. Orada xidmət etməyən qeyri-müsəlmanlardan alınırdı can vergisi. Cizyə. 30-cu sualımıza baxırıq əzizlərim. 30-cu sualımızda Azərbaycanda əhalidən toplanılan vergilərlə bağlı həyata keçirilən tədbirləri
aid düzgün ifadələr müəyyən edək. Eləyək də. Uzun həsəl sənətkar və tacirlərin alınan vergiləri azaltmışdımı? Doğrudur. Azaldı. 2. Səlcuq ağalığı dövründə xərac ləğv edilmiş, onun yerinə üşür vergisi. Şagirdlər, cümləyə bir dənə diqqət eləyərsiniz. Kim əgər fikir vermirsə baxsın. Üşür və xərac vergisi. Bunlar eyni anda neynirlər? Tətbiq edilir. Hətta cümlə deyir. Belə deyir. Xəracla bərabər üşür vergisi də toplanırdı. Bizdən isə doğru var. Bu səhvdir yəni. Xəracı ləğv edəməyiblər. Qazanxan dini islahatından sonra qopçul vergisi ləğv edildi. Bu da doğrudur. Alaf Monqollar. Monqollar dövrü deyil. Alaf Səlcuqlar dövrünə aiddir. Vergi növüdür. Gödə Əhməd şəriətdə 20-yə qədər vergini ləğv eləmişlər ki, buna görə də onu hakimiyyətdə saxlamadılar. Bəli, qiyam nəticəsində öldürülmüşdü. Bu da doğrudur. 1-3-5 doğru cavabımızdır. Şahidə, bu mövzunun üstündə təkrar qalarıq. Məncə yaxşı olar. Ayrıca olaraq indi seçib oradan ya Şirvanşahlar 11-13-cü əsrlər və ya Qaraqoyunlu Ağqoyunlu mövzusuna yenə də sınaq işləyərik. Çünki yeni keçəcəyimiz dərs biraz geniş mövzudur. Oradan hələ ki bu dəfə təkrar vermək istəmirəm. Səhv etmirəmsə bugün sizdən başlayacağıq. AXC-nə başlayacağıq. Ona görə də bugün sizə təkrar mövzu verməyəcəm. Hələ ki mövzunun izahına başlayaq, bunu saxlayıram.